son zamanlar müraciət edirlər qolunda olan ağrılarla. Müraciət edirlər ki, çiynimdə ağrı var və müayinə zamanı, yəni ki, həmin vəziyyətdə rentgen keçiririk, daha çox MRI bizə köməyə gəlir. Elektromioqrafiyanın nəticəsində biz müayinə edirik ki, ağrılar hardan başlayır və çox vaxtı görürsən ki, şikayət edirlər ki, ağrıların əsas o şikayətlərin sözü ki, ağrıların çox vaxtı axşam uzananda çoxalır, qoluna vuran ağrılar çoxalır. Onda bizə birinci şübhələnməliyik ki, problem boynunda əmələ gəlir. Yəni ki, bu problem ancaq axşamlar əmələ gəlir. Onda boyunda MRT olunur, MRI olunur, baxır, çox vaxt orada yırtıq rızanın nəticəsində, protruziyaya yırtığın nəticəsində radikuopatiya ola bilər. Medikamentoz müalicə təyin olunur, həm də müdaxilə, boyun onurğasına müdaxilə olunur, həmən oradakı olan problem aradan götürülür. Medikamentoz müalicədən sonra xəstə rahatlıq tapır.